Salam sevgili YouTube heyatı. Response kanalında hamınızı hoş gördük. Bugün yeni bir simülasyon oyununa karşınızdayım. Car Detailing Simulator oyunu ile. Oyunumuza start verək. Yeni bir oyundur. İlk dəfə girəm mən də sizinlə beraber hal-hazırda. Biraz heyecanlıyam. Oyunun görünüşü, grafikləri, hekayəsi mənim üçün çox maraqlıdır. Sizə də maraqlı olduğunu düşündüğüm için bu oyunu yükledim ve oynamaya hazırlaştım. Videom bu yerinde. Elleriniz dert görmesin. Bir tane videomuza beğenme atın. Zahmet olmasa. Videomuza bir tane beğenme, like gönderin. Kanalımıza abone olun. Dəstəyiniz için teşekkür edirəm. Hamınızı səmimi qəlbdən sevirəm. Musiqi yox. Başlayaq oyunumuza. Deməli, kontrol təməlləri o məlum məsələdir. Bəlkə öncə üstünü təmizləyəm. Yaxşı, içini necə təmizləyəm? Benim başa düşmədim. Of. Qəşəng. Oy. Açılışa bax. Yaxşı, maşından düşmək istəyirəm. Çöməlmək üçün C düyməsinə basın və ardından telefonu qaldır. Necə? Yaxşı, indi mindim maşına düşmək istəyirəm. Düşdüm. Əyilmək üçün C düyməsini, telefon qaldır. Animasiyada telefon düşmüşdü. Onu qeyd edeyim ki, animasiya zamanı video animasiya zamanı əlimizdən telefon düşdü və orada oyuna başladı. Onun üçün bu lazımlı bir məlumat olduğunu fikirləşib sizlərə paylaşdım. Uzun sözün qısası, bax belə bir möhtəşəm bir araç maşınımız var. Bunu yuyub təmir eləməliyik, yuməliyik, içini təmizləməliyik. Burada nələr var? Kəmaliyyətlərini almaq üçün belirtilən nöqtəyə get. Gəldim. Setə bax. Uy. Gəl bura. Qəşəng, möhtəşəm oyunda. Möhtəşəm oyunda. Arabayı yıka, arabayı köpüklə. Dairə menüyü açmaq üçün tıkla. Bir dənə bu vardı onsuz. Naporala köpük. Tapanca nasıl kullanılır, arabaya bas. Öğrendim. Maşın köpüklendirək. Güzel güzel, rahat rahat. Qəşəng qəşəng. Bax belə. Təkarlarına kimi qəşəng. Dili səni öldürəcəm. Yox, təmiz. Rahatlaşdırıcı videolar var bax onun kimi. Köpük de oldu da, her yer köpük. Daha ne olsun Bitti, köpüğü doğrula. Köpüğü doğru. Bakın suyuna of ne yaparır. Ne yaparır, ne rahatlaştırıcı da. Yaxşı. Köpüğe daha çok dəqiqliyə əlavə eləyə bilərdilər, köpük qabarcıqları falan. Çox eləməyiblər. Arabayı yıkadım. Aferin. Şimdi geriye kalan diğer görevler tamamla. Rafta kalan diğer setler bu görevler tamamlamanda sana yardımcı olacaktır. Ay ne güzel. Of, açılışa bax. Cam təmizləmə. Camları təmizləmək üçün cam silmə spreyini püskürt və arabanın tüm kiri təmizləmək üçün bir bez kullan. Okey. Öncə hansı nədir? Alət yox. Camları yıkama suyu, bez. Camları Camları yıka.
Oxuyuram da. Vay neyniyim? Ha, bütün aynalar silmeliyik, bütün. Anladım məntiqi. Məncə yaxşıdır, keç bu tərəfə. Bez kullan. Bez kullanıq. Bu pəncərə bitdi, bura keç. Aferin. Sonra keç bura. Aferin. Ne oldu, dəsmal köhnəldi? Ha, dəsmalı suyunu sıx. Ay səni. O qədər də ayrıntıya getməyərdin də kaş. Qıraqları da siləndə dəsmal sulanır o. Vay dədə vay. Sıx dəsmalın suyuna. Qışırsan. Dəsmal demək ki, dəsmal çox istifadə eləyəndə şey olur. Suyla dolur. Bitirdim də, bitdi. Çıx buradan. Buranı da sildim. Bitdi də, buraxdı. Mən də çıxım gedim. Ha, bildim, yadıma düşdü indi. Təzədən yadıma düşdü. Qaldı üçüncü. Araç için təmizləmə seti. Oyda, maşın için təmizləmə. Animasiya baxardıq da heç olmayan. Aç buranı. Götü görək əlimizdə nə var? Neyniyə? Bu nədir? Tostoran. Öyle mi? Oy səni zəhərə qal. Bir hamısını çıxardıb indi hamısını təmizləməliyəm burada. Bu nədir? Dün bax. Hə, hazırdır. Buradan çıxaq. Qaytarda qoyduq yəni. İndi qalıb o birisi oturacaq. O birisi oturacaq da təmizləyək. Ne oldu? Ayda. Hara getdin? Tosarandan. Bitirməliyəm ya. Bunu mən bitirməliyəm demişəmsə bitirməliyəm. Ha, bitdi. Okey. Ayaq altılarını da təmizləyək. Bu nə işə yarayır? Koltukları paspasla və bagajı havuzunu təmizləmək üçün döşəmə spreyi, elektrik süpürgə kullan. Döşəmə spreyi. Döşəmə spreyi budur da yəqin. Zəhər deyib. Bu hazır. Bembeyaz. Gülcüne. Bəs suyunu almaq lazım deyil. Səhv yerə girdim. Parça lazımdır mənə.
Bagajı istəyir, eləmi? Az görək burada nə var. Buranı da təmizləməliyəm. Koltukları paspasla və bagaj təmizlə. Koltukları, paspasları və bagajı havuzunu təmizləmək üçün döşəmə spreyi və elektrik süpürgəyi kullan. Ayda, indi elektrik süpürgəni kullanmalıyım, eləmi? Ay sən zibilə qal, Zəhər Bob. Getdin. Gəl bura. Yazını vaxtında oxusaydım belə olmazdı. Gəl bagaja. Təzə doğulmuş kimi. Bu qədər. Get yerinə. Təmizlədim də. Ay başladım, təmizləmişəm də. Neyim o? Uşaqlar, bu oyunda başa düşə bilmədim heç. Nədir, nə deyil. Təmizləmişəm, dirəşib ki, təmizlə. Bu nədir? Bu nədir, başım çıxmadı. Koltukları, paspasları və bagaj havuzunu təmizləmək üçün döşəmə spreyi və elektrik süpürgəsi kullan. Mən istifadə elədim onları. Bəs bunu nə üçün vermişsən zibil qabını mənə? Tərtəmiz, tərtəmiz, tərtəmiz. Ay qardaşım, nə istəyirsən məndən? Bırax məni. Dön. Başqa işarə var burada? Yox. Dostlar, məncə burada bu oyunu yekunlaşdırım. Növbəti ikinci bölüm oynayaram bu oyunu. Bir yerdə oynayaraq fikirlərinizi qeyd eləyərsiniz. Bir yerdə yəni əylənərik, deyərik, gülərik. Sağ olun, videonu bu yerə kimi izləyən hər kəsə ayrı təşəkkür edirəm. Barmaqlarınız dərk görməsin. Bir dənə bəyənmə və abunə atın. Təşəkkürlər, fikirləriniz də dəyərlidir mənim üçün. Sağ olun.